Kübra. Hər vaxtınız xeyir olsun. Əziz tamaşaçılar, ekran qarşısında oturan, əyləşən, bizi izləyən tamaşaçıları salamlayırıq. Necəsiz? Necəsiz? Həmişə kimi əla, elə həmişə də əla olun. Mən də Həmişə bu gün yaxşı biraz belə nasreyim beləydim. Nə Niyə? deyirlər ona? Bu günləri çox gözəlsən, qəşəngsən, saç düzümün superdir. Nə olub sənə? Keyfin niyə belə? Bir yaxşı hər Niyə? biraz Niyə də keyfim səbəb belədir. nə idi? Salonda qızlar Kim soğan Ay doğramışdı? Səydə xanım, sənə belə sifət yaraşmır. Deyirəm, mən başa düşə bilməm, mən qəmli ola bilmərəm. Gərək mən veçnə həmişə Yox, gülümlə. sənə yaraşmır. Sən həmişə gülməlisən. Əslində deyirlər, çox gülən insanların dərdi hamıdan çox olur ha. Yaxşı da dərddən qəmdən danışma səhər-səhər. Sabahınız xeyir olsun. Show Band bizimlədir. Ay, siz bu il nə gözəlsiniz. Görürsən? İndi gördüm. Kimin ağlına gəlib bu ideya uşaqlar? Hamımızın Amma Elşən ağlına gəlir. dilmənli Yəni Elşənli idi də, biləsiniz. Çox qəşəngsiniz. Nə olur onsudur Elşən mənliyim. Sifan abiyə var, rəngin gözəldir ya, abi. Bizim uşaqlar çox istedadlıdırlar. Maşallah, maşallah. Sonra göz dəyməsin, bizimlə kim bərabərdir sonra? Sonra bizimlə bir dəfə də sən onu təqdim elə görək. Fərdə xanımın oğlu. Fərdə xanım. Mənim yadımda belə qaldı. Namoş! DJ Namo! Sən də tutsun Yaxşı qaldın ha. Yaraşır sən bura. Yaxşıyam. Rimenim mənə qalsın. Mən xüsusi hər günə hazırlaşıb gəlirəm. Sən Qonaqlarımız var. Ha. Qonağımız kimdir? Qonağımız, mən bilmirəm. Amma niyə Bilmirsən? bilmirəm? Mən Dəvət canlarım eləyək. deyə. Kimdir birinci? Emil Bədalov gəlir. Emil! Salamlayıram, salamlayıram. Uğurlar arzu edirəm. İlk dəfədir verişinizdəyim. Çox maraqlı verişdir, çox pozitiv verişdir. Səhər tezdən ikiniz də elə bir-birinizə yaraşırsınız. Səhid olan yerdə pozitiv Hə. səncə. Səsi niyə tutulur? Mümkün deyil. Səhər tezdən də Hə, yuxudan səhər zülüm mixonam. Onda Salamlayıram bütün Emil tamaşaçıları. bizim üçün yaxşı bir ifa eləsin. Emin, nə Keyfimiz oxursan? açılsın. Daha sonra davam edirik. Bax. Ay həyata ağlayıb açdım gözümü, dünyaya gələli haldan aladmışım. Unudulmadımı itirdim özümü, istədim qabağa gedim dala düşdüm. Unudulmadımı itirdim özümü, istədim qabağa gedim dala düşdüm. Baxsız oğlanam, kənddə doğulmuşam, kəndmədir Bakıda gələn xoşuma mənim. Ay bəxsiz oğlanam, kənddə doğulmuşam, kənd nədir Bakıda gələn xoşuma mənim. Göydən iki daş düşsə kəndimizə, biri mütləq deyəcək başıma mənim. Kərpələ
təkcə qarpızım ağ çıxır. Həmişə bəxtim olub qara, təkcə qarpızım ağ çıxır. Kərpələngim uçdu hara, düşdürəmi baxıb. Həmişə bəxtim olub qara, təkcə qarpızım ağ çıxır. Həmişə bəxtim olub qara, təkcə qarpızım ağ çıxır. Həmişə bəxtim olub qara, təkcə qarpızım ağ çıxır. Heç nəysə bəxtim olub qara, amma bəxtimi al yanaq çıxır. Təşəkkür edirəm. Çox gözəl mahnı idi. Sağ olun. Dəfələrlə ifa eləyib Emil mahnını. Hər dəfə ifa eləyəndə daha yaxşı, enerji, Təşəkkür edirəm, dinamik çox olur. sağ olun. Buyur əyləş Təşəkkür Emil. Sümüklərimiz oynadı hamısı, əməlli başlı. əyləş. Sabahımızı gözəl açdıq. Bu mahnı adamın Səhərimizi. bütün həvəsini belə Everybody eləyir. Everybody. Yəni insan birazcık qəmli, dərdli də olsa, mahnının eşində istər-istəməz sümüklərin belə eləyir. Bu günləri dərddən yapışıb şeydə. Dərd yoxdur, hər şey əladır. Düz deyirəm Emil. Vallahi özün səhərdən baxıram, axtarırsan ki, nəsə bir Nəsə olsun yəni. Problem vaxtlar. Olur da, arada olur. Bir də görsən adam yaxşı Səhər durmur tez axıyıqına. adam, Hə. Hər gün eyni sifətdə durmaq olar. Yo, Bu da alınmır. mümkün Yo, deyil. düzdür, çətindir, amma məcburuq da buna. Məcburuq. Biz əgər buradayıqsa hər səhər, deməli üzümüz gülməlidir. Mən bu qulaqçı Əhval-ruhiyyəmiz olmalıdır. Tamaşaçıların üzü bax bizə baxıb necə gülür. Hə? Emil nə edirsən, necəsən? Yaxşı şükür Allah. Yaxşı Sizə işlər. uğurlar arzu edirəm. Hə, Çox şükür sağ ol. Allah. Tez bir zamanda doğrudan da elə bir dənə belə səs-küy salmısınız. Hamı çox istəyir sizin verişi. Hə, bəs Səidə Sultan, Novruzun bəs belə verişi, belə orada cəmaatla oyun oynayırlar, nə edirlər? Sənə də qəşəng oyun hazırlamışlar. Bəs bura gələndə Emin qorxmadın? Yox, əşi, yox. Qorxan Emində oğlan qorxan üz var. Emin sən zəif bilirsən. Emin show biznesin belə deyək də, həm vuranı, həm yıxanı, həm də Yaxşı yəni, da. həm Ay, heç söhbətə bilmir ya, gedəni. yaxşı. Nə lazımdır hamısı Emində var. Allah sizi var etsin. Uğurlar arzu edirəm. Uzun ömürlü olsun. Amin inşallah. Amin. Hə, nə bilim, elə olsun ki, reytingləri elə həmişə belə everybody dansın. Bir qonağımız da var. O da istəyir Emil gəlsin, everybody eləsin, həm də darıxmasın. Qəşəng giyinib, Roza bax xanımı, xanımı. Roza Zərgəllini Roza dəvət Zərgəlli. edirik. Sən nə gözəlsən bacı, yavaş. Məstan bacı. Mən hələm gözləyirdim ki, biraz sonra çıxacağam. Həyəcandan qaça-qaça Yox, yox, gəldim. çox qəşəng. Yox, biz səni qoymarıq axı orada darıxasan. Paltarın Necəsiz? mənə qalsın. Əla. Qalsın. Verdi, amma olsa əlimə. Ay, uşaqlar, Razmerinə bax, doğrudan- bir öz Razmerinə bax. Sonra danış da. Əsl şovumuz mübarək. Sağ ol. Doğrudan da Var. gəlirəm yolda Instagrama bütün fanlarımıza yazıram ki, Səidə Sultanın Novruzun təqdimatında əsl şoya gedirik. Yuxudan necə Ona durdun? görə yuxudan Yaxşı ilk dəfə idi ki, əhval-ruhiyyədə. Samaya desin ki, çox rahat durmuşam. Çünki məcburən tez yatdım ki, gecikməyə həm də gözəl gələk də bura. Əcəb elədim bacı. Sən Onda- xoş gəlmisən bizə. Çox sağ ol. Rozamızdan, Həmişə sən canımızdan. gələsən. Elə gəlmişkən bir mahnıya qulaq asaq. Gəlsin, Daha sonra səhər-səhər. söhbətlərimiz davam eləyəcək. Şirin əlbəttə çay, ki. Eminlə görüşmüşük, öpürəm səni. Gözlərindən oxudum səni, oğrun oğrun süzürsən məni. İstəsən hər şey
Eşq olsun musiqiçilərimizə sənə çağı. Çox da gözəl görünürlər Səidə deyim sənə. Roza, Gedək. birgə deyək reklamlar. Reklamlardan dərhal sonra Əsl Show'da görüşürük. Reklamlar. Biz davam edirik. Əziz tamaşaçılar, Emilə və Rozaya sualınız varsa Instagram səhifəsinə daxil olun və yazın. Və indi isə sponsorların vaxtıdır. Baş sponsorumuz Lider Kalbasa və ət məhsullarıdır. Lider Kalbasaları Moskvada dəvət olunan uzun illər kalbasa və ət məhsulları texnologiyasına yiyələnən texnoloqlarımız tərəfindən hazırlanıb. Keçmiş kalbasa və sosislərin dadını süfrənizə gətirən Lider hər bir alıcının zövqünü oxşayan yeni məhsuldur. Şəhərimiz və regionlarımızın bütün marketlərindən Lider kalbasa və sosislərini soruşa bilərsiniz. Adı kimi dadı olan Lider kalbasası və sosisləri çox münasib və sərfəli qiymətə alıcılara təqdim olunur. Lider kalbasaları mükəmməl dad və yüksək keyfiyyət deməkdir. 050 201 02 91 012 465 69 07 və digər sponsorumuz saç tökülməsinə və baş dərisində olan xəstəliklərə son uzun illər Türkiyədə uğurla fəaliyyət göstərən bitki dərman saç bərpa mərkəzi artıq Bakıda fəaliyyətə başladı. Emin, səndə saç tökülməsi var? Mütləq. Özdə xatırladım, aprelin 3-dən 25-nə kimi saç dərisinin müayinəsi pulsuzdur. Gedib yoxlatdıra bilərsən. Roza, səndə necədir? Saç tökülməsi var. Ümumiyyətlə bizdə xanımlarda o qədər saç belə deyim, əzab əziyyət içində yaşayır ki, sözsüz ki tökülür də və hədiyyə verəcəyik sizə. Qayğı lazımdır. Ünvanı xatırlatmaq istəyirəm. Mirzəbala Əhmədzadə küçəsi, ev 6, mənzil 51. Telefon nömrələri 055 392 67 00 012 567 34 75 və davam edirik digər sponsorlarımızla. Sponsorumuz Bala. Təmiz pərdə, gözəl pərdə, qəşəng pərdə, təmiz pərdənin xidmətləri deməli özləri gəlirlər evə. Pərdənizi sökürlər, aparırlar, yuyurlar, ütülürlər, axırda da gəlib özləri bax evdə asırlar. Ona görə də bütün xanımlar üçün mənə elə gəlir çox əlverişli bir şeydir. Ona görə də ünvanı xatırlatmaq istəyirəm. 7-ci mikrorayon Azadlıq metrosunun yaxınlığı. Telefon 012 563 62 64 051 574 74 00 070 709 39 89. Təmiz pərdə, gözəl pərdə. Neymirsən? Mənə də çəkdə. Mənə də çəkdə da bu. Salam. Hə. Və verilişimizi davam edirik. Uşaqlar. Hə? Hə, klass. Klassın axırıncı dəfə nə vaxt oynamısan? Uşaqlıqda oynamışam. Bizdə deməli Emil və Roza oyun var, oyun oynuruq. Roza, sən neçə Siz mən yaşında? deməmişdiniz, verişə gəlmədən oyun oynayacaq. Axırıncı dəfə Roza 28 yaşında. Klassın neçə yaşında oynamısan? Axırıncı dəfə keçən il. Keçən il? Uşaqlarım. Ay, onu desən elə balacasın. Dur elə birinci sən başla. Sənin canın çölə, kişilərə yoldur bizdə. Deməli oyun oynuruq və oyun oynayandan sonra cərmələrimiz olacaq. Kim uduzsa, ikimizdən birinə. Ola bilər ki, ikimizə də cərmə olsun. Uduzanı uduzduğu üçün cərmələyirik, udanı da udduğu üçün cərmələyirik. Bizdə Yəni belədir. heç cür mümkün Heç deyil. cür mümkün deyil ki, cərmədən qaçasın. Gəlin, DJ'imiz də bir mahnı versin, başlayaq. Aman Görürsünüz. Mənim yadımdan çıxıb heç necə. Görürsünüz yerdə biz klass çəkmişik. Biri atırsan və bax bu istəyirsən birinci mən eləyim. Birinci çalışım mən eləyim bunu. Tutaq ki bura düşdü də, tutaq ki bura düşdü və mən artıq uduzdum əslində. Bax belə davam edirik. Gəl onda böyük rəqəmlə başlayaq. Birlər asandır. Hə, birlər asandır. Onda başlayaq neçədən? 9-dar. Elə bunların özünə cərimə. 9-a atmaq olar. Emin, elə bunların özünə cərimə üçün bir oynayın siz bizə göstərin. Göstərdim də. Hanı göstər, qırağa düşdü daşın. Hə də mən uduzdum. Bizə olar Cərimə bir dənə uduzmaq. Novruza.
Aşağıda Oruz ömür Üçdən boyu cərimədədir. başlayaq. Üçdən başlayaq. Qardaş, Musiqiçilərimiz belədir, hər Düşən fürsətdən var. istifadə edir, öz ifalarını Dilimiz göstərir. Doqquzlara Xatırladım ki, düşdü. Emil uduzdu. Uduzdu. Emili cərmələyəcəyik, özdə Emilin necə cəriməsi lazımdır. nədir? Gəl Roza. Cərmələyəcəyik, sənin cərmən prosto maraqlıdır. Çox Roza da başqaydı axı. Yo, Hə, yaxşı, oyundur. deyəcəm. Cəriməsi başqa. Roza, onlar. Xahiş edirəm. Onlar atırsan, 10. at ablam. Yəni mən atdım. İnşallah musiqi gəlsin. Emin, bizdə Azərbaycanda kişilər həmişə qalibdirlər, deyə sən udun. Roza, ay Roza, bir söz deyim. Niyə məhz cip cüzərərim? Niyə də? Cicə niyə? kimi bax balacayam da. Az bu boyda cücə olar. Ana işləyir, ana. DJ-nin cibinə pul basmışdım gələndə ki, cücələrin Məhz səsən. cücə, ay ala. Mənə bax, nə oldu? Allah da. İkisini də cərməliyirik. Sonda uşaqlar. İkisini də cərməliyirik. Nə olacaq olacaq sizə? Birinci kimi cərməliyək. Emil. Emil, oturma. Emil, biz bilirik ki, sən skripka ifa eləyə bilirsən. Sənin cərimən... Elə biz də istəyirik 100 ildən sonra o Elə də. skripkanı bir dənə əyliva alasan. Əşi yalanlar. Gəl, bülbülü qutarmısan, sənin yaxşı musiqi ixtisasın var. Rəqsi, Eminin rəqsini bütün Azərbaycan bilir. Baha görə Emil necə Emin ifa gözəl eləyə rəqsidir. biləcək. Aa, gözdə bacı. Qorxma. Aha, səs gəlir. Amma Emin 3 Onda Emil üçün rəqs gəlsin. Rəqs, Emil rəqs. Uşaqlar, halaldırsa. Eminin yəni oynamağını hər kəs bilir ki, Azərbaycanda Emin ən gözəl oynayanlardan biridir. Maşallah, Hə, mən sağ də ol, oynaya çox bilərdim sağ ol. tək elə. Amma skripkaya qalandırsa, 11 il skripkaya getmişsən. Hə də, mən çalmıram Yaddaşında heç nə qalmır. Amma mən 3 il Qətiyyən. getmişəm skripkaya. Bu sizcə kimin üçün gəlib? Kimin üçün gəlib? Noruz. Kimin Söhbət üçün gəlib? edirəm, Hə, qardaş. söhbət Yavər. Yavər, Skripkaya ürəkdir, getmişəm. ürəkdir. 3 ildə bilsiz nəyi ancaq çalmışam? Petuşok əsəri, başqa heç nəsə. Yo, mən 11-ci sinfi qutarandan əlimi Ən gözəl skripkaya, əsər. 11-i qutarandan əlimi skripkaya vurmamışam, açıq. Heç evdə skripka da yox. Yo, hiss olundu. İndi Emil. deyim də, onlar biliblər mənə nə cücələr səsləndiriblər. Gəl Yəni Roza. Azərbaycan dilində tərcümədə sənin əsərindir. Necəsən? Ay Rozu. Mən də Bunu eləyərlər. 7 Bunu illik fırladarlar. musiqi məktəbi, 4 il fortepiano şöbəsi, 2 il belə bu dəqiqə otursa baxın əsərlərindən başqa heç nə ifa edə bilmirəm. Amma Ən yaxşı gözəl əsər yol ifa budur. Baxın əsərlərindən Baxın başqa əsərini hər adam da yaxşı. bacarmır. Gəlsin Rozuçka. Hə, nə olar? 10 dənə. 10 dənə minimum. Oh! Sağ ol Roza, sağ ol. Roza. Bax gol. Əla, möhtəşəm. Buyur əyləş. Gərək sən biraz belə boli, rahat əqqabı giyinərdin ki. Maşallah, yenə rahat ayaqqabı geyinərdim. Sonra korset geyinməzdim opera üçün. Burada sizin üçün idman dərsi keçərdim. İdman. Bir alqışlar gəlsin də gəlmədən. Keçərdim, eləyərdim, eləmirdim. Emin ola mən heç nə eləyə bilmərəm. Mikrofona danışın zəhmət olmazsa. Hər şey mən boynuma nə lazımdır mən eləyəcəm. Хорошо. Hələ
Nə lazım? Onda 10 dəyişim lazımdır. Emin elə dur. Doğru. Hə, 10 dəyişim lazımdır. Dur əziyyət. Sizdən bərabər eləyək. Aşağı zülüm eləyirlər. Elədi də cərməsini də tutardı. Elədim, amma bir Karobka də şokolad kimi gəlmişsən Kübra bura. sənin işlərində bu Söz son deyirəm. dəfə jüm eləsin. Kübra, Hə, yox, Bura uşaqlar. konservatoriya. Belə, belə Nəysə, bilim o yox. tələbəlik Bilim elə. illərimizdə heç Kübra olmayan biz xatırladım ki, bizim redaktorumuzdur. Fikirləşirlər ki, Kübra. Səyidə Novruz. Deməli Aydın. Kübra konservatoriya illərinin heyfini çıxır. Biz bunu bilirdik. Öncə verilişə gələndə gərək redaktorunu, nə bilim rejissorunu öyrənəsən. Bunlar dostumuz düzdür olanlar. Arxa planda işləyən insanlar da gərək Kübra mənim dostum. Kübra özdə əla. dostumdur. Mən bilsəydim ki, orada oturub hələ bu nədir ki? Yəni bizə baxın, davam İnsana edin. neyini öz dostu eləyir. Davam edin, görün burada nələr baş verəcək. Qırğızlıları hardan almısan? Hər şey yaxşı olacaq. Qızılları sizdən göndəriblər. Bizdə Qızıldır bunlar. Bizdə bu Oğlan yox. evi ceyiz gətirib. Oğlan izləyiz gətir. Emin tanış gəldi. Nəsə hə Oxşayır, deyəsən. Oxşayır. Bir alqışlar gəlsin də Eminə. Biz əziyyət çəkirik. Oy mənim canalarım. Gör nə qəşəng qızlarım var burada. Cicə kimi Çox maşallah. qəşəng. Oğlanlarım da qəşəngdir ya, biz aramızda. Pis deyil, sağ uşaqlar. Emil və Səidə. Ay bəli. Duetiniz də var imiş ha, xəbərimiz yox. 1000 il bundan qabaq. 1000 il bundan qabaq. Neçə il var? Emil ümumiyyətlə əsrlər öncə yaşayıb da, yəni bu dövrdə eramızdan əvvəl yaşayıb. 1000 il bundan qabaq. Ruslar demiş ki, stолько не живут. Stolka ne живут или стойка не живут? Stолько не живут. Ha, Aha. Mahnının adı necədir Emil? olmadı. Olmadı. Kim Sözləri yazdı? bəstəsi Söz kimidir? müzik. Sözlər Yadlarımdan Kənan çıxıb Emin. inan. Sözləri Kənan Əməm idi, musiqisi Cavid. Aa, Lənkəranlı, Cavid, hə, Cavadlı. Lənkəranlı. Hə, onda oxuyun da. Gəlsin də Oxuyun da, oxuyaq da. onda gəlsin mahnımız. Əl alqışlarınızla. Yaramın üstüne yara vurdum ki vurduğum yara bize çıkmasın. Giderken karşımı kesip durdum ki içimde çektiğim göze çıkmasın. Aldatma gözünün yaşıyla beni. Ben senin önünde uşak değilim. Vurarsan hayale taşıyla beni. Bu kadar üzüm yumuşak değilim. Sevdamın önünde belimi büktüm ve sandım karşında gül gibi çöktüm. Ne dualar ettim ne diller töktüm. Ayrılık kısmeti bize çıkmasın. Ne dualar ettim ne diller döktüm. Ayrılık kısmeti bize çıkmasın. Olmadı bu sevgi kısmeti ve yandı kül oldu isteğim niyetim. Olmadı, olmadı bu sevgi kısmetim ve yandı
ölmərsən, yenə yaşarsan. Mənsizlik həsrəti bir gün aşarsan. Qəlbimin əllər yerində varsan. Amma ki əlinə toxunmaz əlim. Gedirsən gedəni saxlamaq olmaz. Daha sənə könlünü bağlamaq olmaz. Ağlama gözəlim, ağlama olmaz. Mənim nə sevgim var, nə də sevgim. Ağlama gözəlim, ağlama olmaz. Mənim nə sevgim var, nə də sevgim. Olmadı, olmadı bu sevgi kısmetim. Və yandı, kül oldu istəyim, niyyətim. Olmadı, olmadı bu sevgi kısmetim. Və yandı, kül oldu istəyim, niyyətim. Gözəl mahnını niyə oxumursunuz? Sağ olun can, var olun. Sizin içindir, bax. Sənə dedik, Ayca. qapaq altında yatan neçə min dənə gözəl mahnılar var. Çox qəşəng Zarvaz mahnılar. axırıncə bu mahnını harda oxumusunuz? Nə vaxt Bir il bundan qabaq. Biz axırıncı dəfə heç toyda, Toyda bu bir ay yaxınlarda bundan bir qabaq, məclisdəydik. Bir insan orada bir... istədilər. Mən inanıram ki, bu əsr şoudan sonra bu mahnı yenidən diriləcək və yenidən Mahnı qulaq yetərincə öz sevən Sevirlər, kütləsi hə. var. Yəni amma Qızlar biz daha bunu çox Amma sevirlər. oxumursunuz. hə, amma biz Raskutka da belədir, Raskutka eləməz. Yəni. Öz xoduna olur. Evi indi qışda eləyərik Amma inşallah. mənə pis təsir eləyir sözləri. Doğru. Olmadı. Qabaqda yay gəlir, biraz dinamik mahnılar Hə, qışda yazır. inşallah qış aylarında verərik Raskutlara. Roza sponsorluq eləyər, Roza Roza Can, səndə bir nə də var? baqqabısını satar. Can, sabah günorta saat 12 kassaya yaxınlaş. Ay, söylər. Bu show biznesdə oliqarx Sizsiniz. Nadir Qafazadəni bilirlər. Hamı elə Elə bir ki, oliqarx Nadir Qafarzadədir, inan. Mənim elə adım Yox, çıxır. mən deməzdim. Ay sən də Bəs kim oliqarx bilir, azanda. Ali Qarşa. Aliqatır Oliqarx. zat deyiləm deyən Ali gəlir. Qarşa. Nəyin var bacı özünə qismət. Allah min əvəzin versin. Arada bir Belə gəl- Onu Başından bilirsiniz ki, Arada bir biz də dostlarım. gör ki, gözümüz dəyməsin sən. Hə. Onu bilirsiniz ki, dostlarıma hər zaman ürəyimdə, qəlbimdə, lap elə cibimdə nə varsa qurbandır. Hər zaman Sən dəstək ürəyi dururam. Amma yaxşı ki, bax belə mahnılar yazırsınız. Sadəcə səndə tənbəlsən. Bunu etiraf et və hər bilir, dəfə ova bilir. hər dəfə də görüşəndə səndən başqa tənbəlliyin daşını atıb. Yox, deyəndi, hələ onu bilmək Hər olmaz. gün gəlirsə yaxşıdır. Sədə bilsə necə insandır. İndi Ola sədən səhər tezdən burada nə edirsən? Ağsaqqal danışır. Yox, bir də bir sən nə deyirəm. Bu Doğrudan çox maraqlıdır. hər yerə yanıb sən necə adamdır? Bu yəni söz verib gəlməyə bilər. Yəni qətiyyən problem. Bilirsən nəyə görə? Hər şey burada Emin? deyir bu. İnsanın Yox, biri çox var, məsuliyyətli atvetçisində, ruslar demişkən özündədir. Biri var, bu həyatı boyu şıltaq olub. Hər kəs öyün olub. Bunun üzərində bir prodüser lazımdır ki, belə pasteldən qaldırıb Produktor. çırpa-çırpa aparsın həmən Və yerə. indi bugünkü gündə bax belədir. Yəni Elədir. vurmalısan, yuxuda İnşallah, işdir. belə də bir 2 il davam eləsən, Həm də Gəl. rejimə səsin də ucalardan belə gələcək. yəni. verişlərin ona görə yaxşıdır ki, rejimə Əziz tamaşaçılar. 10-11 yatdım. Səhər durmaq. Reklamlara bağlanırıq. Reklamlardan dərhal sonra əsr şouda görüşürük, söhbətlərimiz var və əlbəttə yaxşı mahnılar olacaq. Reklamlardan sonra görüşürük.
Verilişin baş sponsoru Lider Kalbasa və ət məhsullarıdır. Lider Kalbasaları Moskvadan dəvət olunan uzun illər kalbasa, ət və ət məhsulları texnologiyasına yiyələnən texnoloqlar tərəfindən hazırlanıb. Keçmiş kalbasa və sosislərin dadını süfrənizə gətirən Lider bir alıcının zövqünə oxşayan yeni məhsuldur. Şəhərimiz və regionlarımızın bütün marketlərindən Lider kalbasa və sosislərini soruşa bilərsiniz. Adı kimi dadı da Lider olan kalbasa və sosislər çox münasib və sərfəli qiymətə alıcılara təqdim olunur. Lider kalbasaları mükəmməl dad, yüksək keyfiyyət deməkdir. Telefon nömrələrini xatırladıram. 050 201 02 02 91 012 465 69 07. Və saç sökülməsinə və baş dərisində olan xəstəliklərə son, uzun illər Türkiyədə uğurla fəaliyyət göstərən Bitki Dərman Saç Bərpa Mərkəzi artıq Bakıda fəaliyyətə başladı. Saç müalicə dəstinə 8 məhsul daxildir. Məhsullar tam təbiidir. Tərkibi 22 növ endemik bitki qarışığından ibarətdir. Eləcə də Bitki Dərman brendinin lasyon və kremləri tam təbiidir. Sizin dəriniz gözəl, təravətli, sağlam qalması üçün çox effektivdir. Bir məlumatı da nəzərinizə çatdırım. Aprelin 3-dən 25-nə kimi saç dərisinin müayinəsi pulsuzdur. Əziz bizi izləyən tamaşaçılar, buyurub saçınızı müayinə etdirə bilərsiniz. Mütləqdir. Bu Mirzəbala Əhmədzadə küçəsi ev 6 mənzil 51 və Nərimanov Parkının arxası. Telefon nömrələrini də xatırladım. 055 392 67 00 012 567 34 75. Növbəti sponsorumuz, ay nə qəşəng mahnıdır bu, xoşladım. Təmiz pərdə, gözəl pərdə, cikli pərdə, qəşəng pərdə, gözəllərin gözəli olan təmiz pərdədir. Ünvanı xatırladım sizə, 7-ci mikrorayon Azadlıq metrosunun yaxınlığı. İstədiyiniz Türkiyə, İtaliya istehsalı olan pərdələri təmiz pərdədə sifariş verə bilərsiniz. Xanımlar tələsin, telefon 012 563 62 64 051 574 74 00 070 709 39 89 konfet getdim boğazıma. Təmiz pərdə həm yuyur, həm satır. Özləri gəlir evə çıxardırlar, yuyurlar. Xanımlar yəni əziyyət çəkmir də. Biri var pərdəni sökmək var, yumaq var. Əsasən xüsusilə Roza xanıma lazımdır bu. Uzun Telefon nömrələrini verəcəyik. Roza xanım dəhşətli bütün gün deyirəm, axı pərdə yuyur. Pərdə yuyur. 4 gün bundan qabaq yumuşam axı isə pərdəni. Az mən sənin arvadlığımı yeyərəm elə. Şahidin də yanımdadır. Roza, kimə də bişirə bilirsən onda? Hə, sözsüz. Sağ ol, hadi. Ay Roza, gələn evə bizə yemək bişirib gətirərsən? Heç bir problem Heç yox. bir Biz problem. burada- Nə bişirib gətirəcəyim? Ürəyim Milli yeməklər. istəyir. Ürəyim. Pişirə-pişirə də Ürəyim Instagrama yerləşdirəcəm ki, görəsən ki, özüm eləmişəm. Biz burada and içmişik ki, Noruzu kökəldəcəyik də. Doğru. Mən kökəlmə. Emin Ada o nə sənin, Yox, biraz Səidə, nə kökəlmək sənin lazımdır. kökəlmə Biraz. ehtimalın var, nə də Novruzun. Var, Anadan nə gəlmə ehtimalı? belə Kökələ sizsiz. bilmirəm. 45 kilo, uzaq başı 48 kiloya qalxır. Yox, Ondan Yox, mən artıq çəkim olmur. əslində Ona az görə deyil. bizim produktlara xahiş edirəm zay eləməyin. Amma gələn dəfə mən Kökələn- yeməyi gözləyirəm. Baş üstə, gələn səfər sənə nə pişirim, sifariş verindən köməkçimə verərsən menyunu. Hə. Onu da gətirərəm. Köməkçimizin adı nədir? Samaya xanım. Samaya. Aa, mən qızlarıma da demişəm axı, qəşəng bir şey pişirin. Bax, Fili vurub özünüz gətirərsən yəni nəyə ləvə, qəşəng günü mən bacarırsınızsa, Bişirib dadlı gətirin. bir şey. Demirəm ha, yağlı yemək, bununki yeməkdir, mənki şirniyyatdır. Yəni ki, belə Milli yemək, maraqlı bir milli şey. Səidə deyir fil ətindən ləvəngi, deyir fili vurarsan qardaş. Gətirərsən pişirərəm. O vurar. Ondakı o güc var ha. O fili də vurar, zürafəni də vurar, zebranı da Qraqadili də vurar. vurar. Bizim show biznesin... Bəlkə göndərək Afrikaya. Yox, Göndərək Afrikaya fil vursun. mən həmişə deyirəm, yəni nəyəsə görə demirəm də, yəni fakt düzünü deyirəm ki, həmişə ki, Mən istəyirəm ki. Emin bizim show biznesin ən yaraşıqlı kişilərindən biridir. Yəni bunu biləsiniz. Az təriflə, bir imkan. Sağ ol, Qulaq sağ as ol, mənə. sağ ol, sağ ol. Emil, Sağ ol. mən deyirəm sən Səidəni də çox istəyirsən. Səidə bilirsən, heyvan dərisindən bir paltar giyinmək istəyir. Gedəsən bir krokodil vurasan, gətirəsən, geyindirək Səidənin əyninə. Olar. Alligator, nə deyirlər ona? Alligator. Krokodil. Krokodil. Krokodil.
Alligator. Sənin üçün də fil var. Mən sizə verişə biraz dinamika qataq. Bunun üçün nə edək? Hərən öz razı verinə görə film, mənə nə? Krokodil. Hə. Mən bilirəm ki, ikisi də gözəl rəqs edir. Bizim də redaktorlarımız maraqlı bir musiqi şousu hazırlayıblar və deyirlər ki, onlar sizin dostlarınızdır, onlar sizə sürprizlər hazırlayıblar və deyirlər ki, gəlsinlər səhnəyə, DJ özü mahnını verəcək. Buyurun, gəlin. Başqasını eləməzdir. Hər mahnıya uyğun. İkinizi görmək istəyirlər özdə. Nə olacaq, mən bilmirəm. DJ Nano. What you say? Oh woman, don't treat me so mean. You're the meanest old woman that I've ever seen. I guess if you say so, I'll have to pack my things and go. That's right, hit the road, Jack. Don't you come back no more. Bravo. Bir oyunda voleybol oynayın biz baxaq. Niyə onda ki, hamımız oynayır? Hamımız, yaxşı Ay, oynayaq. mən başa düşə bilmirəm. Uşaqlar, mən başa düşə bilmirəm. Siz bu Mavi və bir qonaqları oyun niyə belə voleybol oynayaq. qaralamısınız? Ya, o nə deməkdir? Kübra evi yox. Kübra Yox. demənlik deyil, hamımızın ovruzluqdur. Onda gəlin hamımız oynayaq, nə olar ki, mən də oynamaq Tamaşaçılar da istəyirəm. oynasın. Hə? Hamı oynasın. Operatorlar da oynasın. Uşaqlar, kamerozu qoyun, gəlin bura. Vakanı qoya bilərsən. You're a good soldier, choosing your battles. Pick yourself up, dust yourself off, get back in the saddle. You're on the front lines, everyone's watching. You know it's serious, we're getting closer, they're doing okay. Pressure's on, feel it, you got it all. Qardaş, ev zat işləri nə lazımsa gedək evimizdə işlərimizi görək. Canımız qızarsın bizi. Siz yerdə yazıq uşaq. Gələndən bütün oyunları yükləmişsiniz uşaqlara. Nə olsun, əylənirik də özümüz. Uşaqlığımızı yadımıza salırıq. Biriksin də, hamısın yox. Yezirdilər axı. Oturaq burada boş-boş söhbət eləməkdən sonra Mənim oynayırıq. yuxarıya şikayətim var. Sən gec qaldın. Ada bu nədir başımıza oynatır? Kübra oğlumun toyuna gəlmərəm ha. Bax özün bilərsən. Kübra, sözlü deyirəm mən deyim. Hə. Bizim nəyimiz var orada? Kübra deyir mənlik deyil. Deyir ki, mənlik deyil. Kübralıq deyil. Kimlikdir bə? Əlbəttə ki, mənlikdir. Instagramda sizlər üçün yazıblar. Yoruldunuz? Yox, yorulmadıq. Mən də Sadəcə Ayşəxla belə olmaz. Aha.
Deyərdi Səngi rahat. nəfəs oldu. Ömür boyu görürəm ki, bu veçenində burada oturub səhər-səhər cəhcəh eləyir. Bir dəfə geyindim, gəldim. Deyərdi sport stildə Eminlə burada voleybol, basketbol, futbol, handbol, figurla katani üzərdik. Bu geyim də maraqlıdır, bu geyim də maraqlıdır. Tərpənə bu bilmirəm, geyimdə qalmışam istəyir belə. ki, çox da rahatsan. İstəyirəm bir səsləndirim sizin üçün Səsləndir gələn görək. mesajları. Deməli, Roza xanım çox gözəldir. Bu gözəlliyi hardan alır? Bu gözəlliyi bugün səhər saat 9-dan Ziba ilə Uladan almışam. Yəni saç make-up olar yazılı, əziyyət çəkimlər onlardan almışam. Amma belə hər səhər adi insanam da. Daxili gözəllikdən söhbət. Daxildən Səhər hə. tezdən o Zibanın Daxili başından gözəldən oynarsan gözəllikdən nə deyirsən? Səhər tezdən indi o Zibanın burnundan gətirmisən gününü niyə? Hə, nə bildin? Bilirəm də sən. Hə. Bu daxili gözəllikdə mama ilə papaya çox sağ ol deyirəm. Bütün analara, atalara salam söyləyirəm. Doğrudan bax, Valideynlər var olsun ki biz yaşayaq. belə show biznesdə bizdə xanımlar, qəşəng xanımlarımız çoxdur da. Mən həyatı boyu həmişə arzu eləmişəm ki, kişi olum. Rus da alınmayıb da, Allah Taala oğlan Az yaratmışam. sonra Eminlə Roza olan əsl şouda Səidə kişi olmaq Yox, istədim. doğrudan. Yəni ki, həmişə gözəl xanımları sevirəm. Yəni ki, baxımlı xanımları sevirəm. Və show biznesdə də həmişə demişəm, yəni uşaqlar da bax, Allah şahid. Deyirəm, mən əgər kişi olsaydım, mən show biznesdə 2 xanımı sevərdim. Biri Rozaydı, biri də Almaz Ələskərdi. Vay dədə, vay. Siz də sevirsiniz Rozanı. Çox xoşum gəlir. Tamaş, Siz gözdən baxın amma. sevirsiniz Rozanı. Sevirsiniz, əladır. Onda Rozadan bir mahnı da gəlsin. İçimde bir ümit vardı söndü. Sana olan sevgi nefrete döndü. Yandı yandı son defa söndü. İnan, inan.
reklamlara bağlanırıq. Reklamlardan dərhal sonra Əsil Show'da görüşürük. Baş sponsoru Lider Kalbasa və ət məhsullarıdır. Lider Kalbasaları Moskvadan dəvət olunan uzun illər kalbasa, ət və ət məhsulları texnologiyasına yiyələnən texnoloqlar tərəfindən hazırlanıb. Keçmiş kalbasa və sosislərin dadını süfrənizə gətirən Lider bir alıcının zövqünü oxşayan yeni bir məhsuldur. Şəhərimiz və regionlarımızın bütün marketlərindən Lider kalbasa və sosislərini soruşa bilərsiniz. Adı kimi dadı lider olan kalbasa və sosislər çox münasib və sərfəli qiymətə alıcılara təqdim olunur. Lider kalbasaları mükəmməl dad, yüksək keyfiyyət deməkdir. 050 201 02 91 012 465 69 07. Hər səhər lider kalbasalarını Bəli. mütləq yeməliyik ki, burada belə gümrah olaq. Gümrah olaq. Bəli. Qonaqlarımıza da veririk, qonaqlarımız da yeyir, gəlir. Çox mükəmməl daddır. Çox Adı dadlıdır. kimi dadı var, Yəni, Lizerdir. Əsl Və lizerdir. digər sponsorumuz saç tökülməsinə və baş dərisində olan xəstəliklərə artıq son. Uzun illərdir Türkiyədə uğurla fəaliyyət göstərən bitki dərman saç bərpa mərkəzi artıq Bakıda fəaliyyətə başladı. Saç müalicə dəstinə 8 məhsul daxildir. Məhsullar tam təbiidir. Tərkibi 22 növ endemik bitki qarışığından ibarətdir. Eləcə də bitki dərman brendinin losyon və kremləri tam təbiidir. Sizin dəriniz gözəl, təravətli, sağlam qalması üçün çox effektivdir. Mərkəzdə yazın gəlişi ilə bağlı kampaniya var. Hər dəfə xatırladıram, yenə xatırladım. Aprelin 3-dən 25-nə kimi saç dərisinin müayinəsi pulsuzdur. Əziz saçında olan problemlər və problem yoxdursa da gedin pulsuzdur, müayinə elətdirin, yoxlatdırın saçlarınızı. Ünvanı xatırlatmaq istəyirəm. Mirzə Bala Əhmədzadə küçəsi ev 6 mənzil 51 Nərimanov Parkın arxası. Telefon nömrəsi 055 392 67 00 012 567 34 75. Qəşəng. Növbəti sponsorumuz isə Təmiz Pərdə. Təmiz Pərdə istənilən zövqdə Türkiyə və İtaliya pərdələrini istənilən zövqdə bütün pərdələri sifariş edə bilərsiniz. Təmiz Pərdədən ünvanı xatırladım sizə. 7-ci mikrorayon Azadlıq metrosunun yaxınlığı 012 563 62 64 051 574 74 00 070 709 39 yox 709 39 89. Bəli. 89. Bəli. Mən 89 deyirəm, 89. Nasıl olsun 89? Fərqi nədir? Fərqi nə? Növbəti təşəkkürüm isə Vogue gözəllik salonunadır. Deməli, Space yaxşı. Çox gözəl görsənir. Mən istəyirəm Space ki, kanalının hər kəs arxasında yerləşir, televiziya kanalının arxasında yerləşir Vogue gözəllik salonu. Lamiyə xanıma təşəkkürümü bildirəm, öpürəm səni Lamiyə canım mənim. Ünvanı xatırlatdın, deməli, ünvan Ələsgər Əkbarov 4, telefon 012 510 81 90. Qızlar, sizi də salamlayıram, öpücüyəm. Davam edirik. Bəli, mən də geyimimə görə Scarlizioni butikinə təşəkkürümü bildirirəm. Əgər fərqlənmək istəyirsinizsə, fərqli görsənmək, seçilmək istəyirsinizsə, məhz Scarlizioniyə üst tutursuz. Telefon nömrəsi 012 594 80 27 050 615 75 75. Saç quruluşuna görə təşəkkürümü bildirirəm. Elnarın da telefon nömrəsini xatırladım 055 412 14 12 və bizim fotoqrafımız var. Şəkillərimizi çəkir, həm qonaqlarımıza, həm bizə göndərir. Dərin təşəkkürümü bildirəm İsmi xana telefon nömrəsi 050 488 98 92 və informasiya dəstəkçimiz də əlbəttə ki var. İnformasiya dəstəkçimiz Publika azdır. İsa orada dostumuz var, orada işləyir. Ona təşəkkürümüzü bildiririk. Daha sonra isə biz bir şey də xatırladım. Əgər qeyri-adi istedadı, bacarığı olan insanlar axtarırıq. Qeyri-adi istedadı, bacarığı olan insanlar ətrafınızda varsa bizə yönləndirin. Biz istəyirik onları Əsil Show'da görək. Və telefon nömrəsini xatırladım. Bizim prodüser, icraçı prodüserimiz İsa'nın 050
645 20 81 mütləq əlaqə saxlayın və əsl şouda qeyri-adi bacarığı olan hər kəsi qapılarımız açıqdır. Noruz ürəyim üzüldü, tezlə Ümumiyyətlə, qoy mən bir dənə xahiş edirəm. Sənin Buyurun. Instagramdan sənin çoxlu salam var. Sağ olsun. Mənim səhifəmdən salam var ha. Can, çox Bir sağ də Roza olsunlar. Cərgəlli Instagram səhifəsindən bütün fanlarıma buradan Reklamlar. öpücüklər, bəli, reklamlar. Çünki əsl şoya baxırlar, çox bəyənirlər. Novruz səni, Səidəni, Emiş. Deyirlər ki, bir yerdə bir rəqs icad edin. Gələcəkdə də, yəni bugün yox, Yaraşır bugün də sizə. keçsin. Mütləq gələn Ona görə dəfə də hər kəsə salam gəlin. söylüyorum. Emil də gələr Çox sağ inşallah. olsunlar. Gələn dəfə canlı ifadə Mən eləyərsiniz. ümumiyyətlə deyirəm, bəlkə bir həftə sonra biz bir burada görüşək. Ha, Emin? Gəlin, bax, Bakı qəşəng instrumental canlı ansamblı. sazlarımız Bizim qapılarımız açıqdır. Nə vaxt istəyirsiniz gəlin. Emil də dursun bir mahnı oxusun. Biz də bir oynayaq görək. Canlı bir performans edək burada inşallah. Getdik. Xodda. Gelecek her gün bir deste atacağım imzam herkeste. Her gün top bir olacağım show business'te. Yine de oldum Madrid'de. Yine de ses gibi konsepte. Yine de ışıklar çekildi tutuldum dehlizde. Her yanım kızlar bu oyunu oynamazlar. Kafamızda üç altılı. Yalnız bende üç tuz var. Paparazzi, gördüm onu buralarda. Paparazzi, şeklim yine jurnalarda. Paparazzi, tuttu deniz kenarında. Paparazzi, çektim elin başında. Paparazzi, gördüm onu buralarda. Paparazzi, şeklim yine jurnalarda. Paparazzi, tuttu deniz kenarında. Paparazzi, çektim elin başında. Gelecek her gün bir deste atacağım imzam herkeste. Ben her gün top bir olacağım show business'te. Yine de oldum Madrid'de. Yine de ses gibi konsepte. Yine de ışıklar çekildi tutuldum dehlizde. Her yanım kızlar bu oyunu oynamazlar. Kafamızda üç altılı. Yalnız bende üç toz var. Paparazzi, gördüm onu buralarda. Paparazzi, şeklim yine jurnalarda. Paparazzi, tuttu deniz kenarında. Paparazzi, çektim elin başında. Paparazzi, gördüm onu buralarda. Paparazzi, şeklim yine jurnalarda. Paparazzi, tuttu deniz kenarında. Paparazzi, çektim elin başında. Paparazzi, gördüm onu buralarda. Paparazzi, şeklim yine jurnalarda. Paparazzi, tuttu deniz kenarında. Paparazzi, çektim elin başında. Paparazzi, gördüm onu buralarda. Paparazzi, şeklim yine jurnalarda. Paparazzi, tuttu deniz kenarında. Paparazzi, çektim elin başında. Birinci yerinde Emil Kadalov. Bu defa Emil Kadalov. Bravo. Emil'in- Estafet sənindir, qadan qalım. Emil səndə həqiqətən belə mahnılar çox yaxşı alınır. Təşəkkür edirəm. Daha çox istəyərik ki, belə Baş popstar, sağ, dinamik, enerji, Eləyəcəm. qəşəng mahnılar oxuyasan Yaşlasın. daima. Amma bax, gəlin mənlə razılaşın da uşaqlar. İndi yaxşı mahnı yox. Necə yəni? Yox, tapmaq çox çətindir. Yəni. Ümumiyyətlə gündəmdə bəlkə yaxşı axtarmırsınız. Yox, ondan deyil. Yəni, Yəni səndə bir haqq var ki, yaxşı mahnı var. Amma bilirsən, yaxşı mahnı tək önəm deyil. Yaxşı aranjmançı Mahnı özü lazımdır. qismətdən gəlir. Hə, Əslində- yaxşı ona musiqi zövqü lazımdır kökləmək. Biz o qədər işlərdə məşğul oluruq ki, çox vaxtı məsəl üçün yaxşı mahnı gözümüzün önündən belə gəlir, gedir.
Yox, Allah Amma xeyrini görün. versin, kiməsə Vallahi mən qismət sənə bir ol. söz- Amma yaxşı mahnı mən fikirləşirəm. Mən bax bir söz İnsanın deyim. karyerasına hər 3 ildən bir gəlir. Hə, o düzdür. Amma bax, eylə bax bəstəkarlarla rastlaşırıq. Mahnılar qoyur da, bir 10 Nə dənə, tər 15 ürəyim dənə var. mahnı verir. O 15 mahnının içində mən bir dənə mahnı tapıb oxuya bilmirəm. Ürəyimə yatmır. Gərək mənə belə qıdıqlasın. Dəqiqə səbz hazır mahnı moddur. Hazır maşın keçir yanına. o Gecələr. Gecələri də. Gecələri dağıdır da. Məsəl üçün mən sizə bir dənə söz deyim. İndi efirimizin sonunda elə yeri gəlmişə reklam deyirik, Kübranın mahnısını oxuyacağam. Mahnının 15 yaşı var. Ay maşallah. İnan ki 3 il bundan 4 il bundan öncə köhnə mahnılarımı başladım yenidən aranjman Sən etməyə. necə Çünki insanlar bitir? yoxdur Düz mahnı. fikirdir. Yəni indi Yəni köhnə mən demək mahnıları istəyirəm ki, aranjman doğrudan da əladır. yoxdur. Hə, bilirəm, İstanbul qızını Aynurdan yenidən elədim. Qərbdən sevəni yenidən elədim. Eşqimin köləsi Nadir Əzimovdan bu yaxında. Amma yeni kimi Dünya- səslənir. Ha, Yeni kimi Düzgün səslənir. aranjировка Yəni olunduğu yeni üçün nəfəs yeni verdiyimiz nəfəs üçün. verilir mahnıya. Amma məncə də elə yeniləyib cover şəklində keçmiş mahnıları eləsəz çox Nə maraqlı qədər olur. 15 il eyni O mahnı. vaxtı, Sözlər o cəhətdən, vaxtı. musiqi cəhətdən. Şövkət xan Əkbərov idi, Rübabə Muradov idi, Rəşid Beypitov idi, biz idi. Onlar öldülər, getdilər, qalmışıq biz. Yadgarlardır. Yadigarlar biz idi. Nədir o? Nədir onun adı? Dinozavrlar. Dinozavrlar. Allah hamımızın canını sağ İndi eləsin. oxuyuruq. Oca artıq qutarır veriliş. Nə yaman tez qutarır? İfa eləmək istəyirsən? Yox, bilmirəm. Vaxt tez gəlir. Yox, Doğrudan elə söhbət elə istəyirsə yaxşı söhbətimizi davam Yox, edelim. gedə söhbətimizi. Hə. Amma tez keçdi. Gəl belə mən biz də təşəkkür bildirək də. Musiqiçilərimizə bir alqışlar gəlsin. Gəlsin. Hey! Bravo, sağ ol. Ay bravo. TC qardaşımıza da təşəkkürümüzü bildiririk. Ay DJ. Kameramanlara, Kameramanlar, tamaşaçılar, işçi heyəti, Space kanalı, Vüqar müəllim. Hadi biz işimizdəyik. Novruz'a bir alqış gəlsin. Gəlsin, gəlsin, gəlsin. Səidə xanım gəlin. Sultana gəlsin. Gəlsin. Bir də ki bizim özümüzə gürültülü alqışlar gəlsin. Amma istərdim Kübra var, İza var, Azad var. Onlara da bir alqış gəlsin Dedik. bizim tərəfimizdən. Çavuş. Spasiba. Siz də əyləşin, biz də söhbətimizə davam eləyək. Bax, bayaq oturmuşuq, nədənsə söhbət düşüb danışırıq. Rozu, mən səni neçə ildir də tanıyıram artıq. 14 ildir. 14 ildir. Mən bilirəm sənin bir qız evladın var. Mən 3 evladım var, 2 oğlan, 1 qız. Amma bax, bayaq deyirəm ki, Rozanı mən tanıyıb, bilirəm ki, bir qız evladı var. Özdə çox gözəl, maşallah qızın var. Allah gözəl bəxtin versin. Çox sağ olun. Deyəndə ki, 3 dənə tutum aylığı ha vaxt çatdırdı. Məndə sandıqdadır. Ha vaxt çatdırdı, mən görmədim onları. Prosta oğlum qızımdan böyükdür. Oğlum Qız həmişə yanımda konservatoriya. konservatoriyada yanımda görmüsən, məşqlərdə qız Mən axı həmişə elə bildim sənin bir 3 evladın dənə var. də Allah'a şükür. Doğrudan sən. Amma 3 eşidəndə tutum bu qız ha vaxt çatdırdı, mən bunları görmədim. Hələm sən nə bilirsən? Bəlkə gizlətdiklərim də var. Görürsünüz nə deyir? Gerayinyadır bu. Hal oldu suya borcu. Çox sağ ol. Oğlum Allah doğrudan canlarını İncəsənət sağ eləsin. Universitetində oxuyur, 1-ci kursdur. Maşallah. Qızım Bülbüldə oxuyur, davamçımızdır, o görən nə olur. Maşallah. Balaca oğlum da hər halda ki, hərbiçi olacaq. Neçə yaş var balaca? 15. Ay Roza. Ay hə. Sən- Evdə qalmısan bacı, gör nə Ay edirsən. aman, Ay Roza. ay aman. Zarafatsız deyirsən 3 dənə övladım var. Doğrudan da Yəni doğma Doğma 3 dənə 3 övladım. dənə övladım var. Vallahi mən şok oldum burada. Allah saxlasın. Mən Mən öz, şoka düşdüm vallahi. deməli öz böyüdüyüm məhəllədə əvvəl biz ora köçəndə uşaqlar, oğlan uşaqları bu boydaydı da, 5-6 yaşları. İndi görürəm, gör necə vaxt zaman keçir. Maşallah hamısı bığı burma kişilərdir. Səidə sadəcə bir Deyirəm, sənədə. vacı mən qocalmışam. Yəni Səidə vaxt ondan irəli gəlir ki, biz o qədər gözəlik ki, gözəlliyimiz il və il artır. Uşaqlar tez böyüyür. Amma biz heç dəyişmirik. Maşallah. Ay maşallah. Hər gün cavanlar. Bəh bəh bəh. Bax indi Eminin qızı 10 il keçəcək. Deyəcək, bu dünən kanadan oldu. 10 il keçəcək. Eminin qızı da maşallah. Maşallah, maşallah, böyük Allah qız saxlasın. olub. böyük uşaq olacaq. Buradan İnşallah salam göndərin hər Eminə. kəsə, Çox sağ ol, Allah bütün sizi balalara, bütün analarımıza Allah onlara dəyməsin. Biz onda yaşayırıq, yaradırıq, sevirik, sevilirik. Bir də ki, tamaşaçılarımıza demək istəyirik. Biz də canlı insanlarıq. Hamı şərhlər yazır. İndi oxumuşdum biraz bundan öncə. Doğrudan bu insanlar yazıb əziyyət ki, çəkir. Səidə 1000 kişidən yaxşıdır. Allah hər Roza şəkilin altına yazıb. can sağ Bəs onda olsunlar. var ona görə olsunlar. şalı çox sağ olun ki, varsınız bizə dəyər verirsiniz. Nətər ağlamağım tutur ya. Mən ən bilirsiniz maraqlısı nədir?
Deməli bu veriliş artıq bir həftədir də gedir Bir efirdə. həftədir. Bir həftə İkinci ərzində- həftəyə keçdik. Artıq ikinci həftəyə keçdik. Bir həmkarımız var, adını çəkmək istəmirəm. Mən o qız necə qurtdan quşduq elədi. Ne oldu? Qurtdan quş. Mən sənə bir dənə söz deyim. İnanırsan özüm şoka düşdüm ki, axı mən sənə heç vaxt heç Sədə eləməmişəm. onu boş Şey, ver. Mən mən sənə bir dənə istəmirəm söz heç deyim. o Çox üzr mövzuda. istəyirəm Novruz. Biz deməli efirdən 4 gün öncə, ilk efirinizdən 4 gün öncə buyur get. Mən sənə deyərəm də. Biz Səidənin ilk efirindən 4 gün öncə Space kanalının səhər verilişini, Əkbərin verilişini görüşdük. Səidə dedi ki, inşallah verilişimiz açılır. Birinci irəliləyən həftələrdə sən də qonaq varsan, Eminlə dəvət edəcəyik səni. Dedim, mən lap gözəl. Səidiyə birinci sözün bilirsiniz nə oldu? Ay Səidə, yorulasan, nə edirsən? Çünki bu yükü, məsuliyyəti İfaçı xanım, Novruza aid deyil, o aparıcıdır. İfaçı xanım öz üzərində götürəndə doğrudan çox çətin olur. Düzdür. Sadəcə sənə nə dedim? Dedim ki, səndə sadəcə əyləncəli olduğuna görə rahatdır. Bizdə biraz... Bəsdir də. Bizim verilişimiz biraz çox çətindir, çox belə deyim, ssenari əsasındadır, araşdırma əsasındadır Bakı vaxtı ilə. Çətinlik çəkirəm. Hər dəfə görkəmli insan üçün hazırlığıma azından 2 həftə vaxt gedir. Amma sizdə rahatdır, doğrudan da əyləncə, pozitiv dolu vaxtdır. Yaxşıdır, əladır. İncəsənət sahəsində olan insanlar hər sahədə peşəkarlığından seçilir. Çünki biz incəsənət sahəsindəyik. Biz aparıcı ola bilərik, aktrisa ola bilərik, rejissor ola bilərik, ssenarist ola bilərik. Çünki biz incəsənət sahəsindəyik. Və kim bu şeyləri danışırsa, mən bilirəm kim deyib, bu yaxında mənə də biri deyib ki, peşəkar aktrisa deyil. Siz öz işinizlə məşğul olun, nə bilim, sağ olun. Mən Rozaya bir sualım var. Roza, sən də aparıcılığa sonradan başladın. Ümumiyyətlə, o başlayanda təzyiqlər necə oldu sənə? Məsələn, yaxşı, pis, istəmə? Ümumiyyətlə, təzyiqlər mənim aparıcılığımla bağlı çox gözəl oldu. Çox gözəl oldu. Çox gözəl oldu, çünki Yəni, klasik... pisiyən olmadı da deyirsən? Yox, pisiyən olmadı, çünki klasik verilişdir. Ədəbi formadadır verilişimiz. Yəni, bayağı deyil, lağlağı deyil. Bizdə faktlar əsasındadır. Sənətdə ikinci ifaçı xanım istəyirəm ki, o insanların araşdırmasından həftələrdə məşğul olsun və sözün əsl mənasında tamaşaçı, dinləyici bilmədiyi faktları açsın, aşkara... Amma sənə deyim, sən Amma özün üçün də, yoxdur. yəni, yox, öyrənmək yəni heç vaxt ayıb deyil. Sözsüz ki, Çox yaxşı öyrənmək bir şeydir ki, ayıb deyil. Mən öyrənirsən. bir həftə bundan qabaq diplomumuz əşit elədim magistraturan, yəni son kursunu bitirdim, artıq magistra. Təbrik edirəm. Məcburdur bu gün sabah nə uşaq köçürdürsən, Oğlum qız birinci gətirsən. kursda, mən də magistri bitirdim. Nə Elə məcbur yaxşıdır. deyil? İnsan hər zaman oxuyar. Mən bildiyim qədər 4-üm bu versin. 60 yaşında birinci sinifə maşallah. Yox, dərs biləm, doğrudan deyil. Sənətdə olan insan, sənət emin zarafatlaşır. Sənətdə olan insan təhsilli olmalıdır. Biz mahnıya keçdik. Mahnıya keçək, eşkimin Roza köləsi. ifa eləsin, Mütləq, həmişə mütləq. ifa eləsin, biz də dinləyək, rəqs edək. Rəqs edərək. Sən ki oynamaqda. Sen ya iste ya isteme, faydası yok benim üçün. Şahidiyim gözlerinle gözlerimin görüşünü. Sen ya iste ya isteme, faydası yok benim üçün. Şahidiyim gözlerinle gözlerimin görüşünü. Beni görüp yine hara üz tutursan zalım ya. Bilmirsen mi ulduzlara yazır yazır bəxtimizi. Belə geçse bu yazını, gedip göyde silesim silesim. Benim kimi seven hanı, ben eşkimin kölesiyim kölesi. Belə geçse bu yazını, gedip göyde silesim silesim. Benim kimi seven hanı, ben eşkimin kölesiyim kölesi.
Sen ya danış ya danışma, ürəyində nəğməm dinir. Qəlbin ürkək baxışınla gah hönkürür, gah sevinir. Sen ya danış ya danışma, ürəyində nəğməm dinir. Qəlbin ürkək baxışınla gah hönkürür, gah sevinir. Məni görüb yenə haram üz tutursan zalım yar. Bilmirsən-mi ulduzlara yazan yazı bəxtimizi. Belə geçsə bu yazını, gedib göydə siləsim, siləsim. Mənim kimi sevən hanı, mən eşkimin köləsiyim, kölesi. Belə geçsə bu yazını, gedib göydə siləsim, siləsim. Mənim kimi sevən hanı, mən eşkimin köləsiyim, kölesi. Belə geçsə bu yazını, gedib göydə siləsim, siləsim. Mənim kimi sevən hanı, mən eşkimin köləsiyim, kölesi. Belə geçsə bu yazını, gedib göydə siləsim, siləsim. Mənim kimi sevən hanı, mən eşkimin köləsiyim, kölesi. Belə geçsə bu yazını,